Rəqəmsal məktəb platforması hal-hazırda qeyd etdiyimiz kimi test rejimində fəaliyyət göstərir. Biz həm platformada olan müəyyən texnoloji və funksional boşluqları təhlil edirik, onu daima təkmilləşdiririk. Demək olar ki, hər həftə yeni rilizlər çıxır, yəni yenilənmələr tətbiq edilir. Digər tərəfdən biz müəyyən bizim istifadəçilərimizdən geri dönüşlər də alırıq. Yəni bizim şagirdlər platforma barədə nə deyir, müəllimlər, valideynlər, məktəb rəhbərləri, bütün bunlar faydalıdır ki, biz platformanı təkmilləşdirək və test müddəti bitəndən sonra mümkün qədər məktəbin ehtiyaclarına uyğun platforma istifadəyə verilsin. Biz ümid edirik ki, sentyabr-oktyabr aylarında artıq platforma bütün yenilənmələri ilə tam funksional olaraq əlçatan olacaq, nəinki Bakıda, bütün regionlarda. Və ondan sonra bizim ikinci hədəfimiz məzmunun genişləndirilməsidir. Azərbaycan dilində xüsusilə təhsil məzmununun artırılması, qiymətləndirmə alətlərinin artırılması və müəllimlərə təqdim olunması bizim prioritetimizdir. Və qeyd etdiyim kimi, yeni texnologiyalar, süni intellekt və ya digər texnologiyaların istifadəsi ilə müvafiq yeni xidmətlərin bütün bu platforma istifadəçilərinə təqdim edilməsidir. Yəni, görsənən bizim qarşıda duran planlar bundan ibarətdir. Eyni zamanda təhsil sahəsində fəaliyyət göstərən müxtəlif qurumlar var, hansılar ki, deməli, öz imkanlarını təqdim etmək istəyirlər bizim təhsil verənlərə və təhsil alanlara. Müxtəlif startaplar var, hansılar ki, bu istiqamətdə maraqlıdırlar. Onlarla da əməkdaşlıqda biz deməli, müxtəlif akselerasiya mərkəzləri ilə hal-hazırda ünsiyyətdəyik ki, startaplar üçün də yeni bu istiqamətdə təhsil sahəsində EdTech istiqaməti üzrə fəaliyyət göstərən startaplara da platformada imkanlar yaradaq ki, onlar da öz həllərini təqdim edə bilsinlər.